Salam kanalımızın izləyiciləri, Binəqədi qəsəbəsində, Elif küçələrinin birində 3 sotda tikilmiş şəxsi evi sizə çəkib göstərirəm. Evin üzü ağlayla düzlənib. Həyətinə belə pahalı mozaik tamet daşları düzülüb. Həyətində yer besetkası var. Onu qeyd edim ki, ev bütün avadanlıqlarla bir yerdə satılır. Bu soslu qalacaq. Həyətində ayrıca sanuzeli var. Həyətində dekorativ ağaclar əkilib. Hamısı zövqlə, keyfiyyətli materiallarla istifadə olunub və inşa olunub bu ev. Evin kombi sistemi quraşdığı istifadədədir. Təkəmər kerama qraytning olub. Evin içində də əşyalar gördünüz, hamısı saxlanılacaq. Koridorumuza daxil oluruq. Damafonu var. Solda girişli mətbəximiz yerləşir. Bu mətbəxdə də bütün avadanlıqlar saxlanılacaq hamısı. Stol, hamısı saxlanılacaq. Bu ev çox zövqlə tikilib, keyfiyyətli materiallarla inşa olunub. Soldan burada sanuzelimiz yerləşir, asma tavan, moydadır. Ev çox səliqəli saxlanılıb. Sağda zalımız yerləşir. Bu zalın da mebelləri yeni alınıb, hamısı saxlanılacaq evin daxilində. Pərdələri, lüstru, stolu. Şəxsi tikilibdir, ev qoşa daşdan tikilib. Burada bir tane böyük geniş yataq otağımız yerləşir. Hamısının lüstrları, yataq otağı böyük geniş. Polları laminat vurulur. Bu da bir tane böyük yataq otağımızdır burada. Burada hamısı hazırdır. Burada da hamısı kravatlardır, şkaflar, dolablar, hamısı saxlanılacaq. Onun qeyd edildiyi bir evin sərəncamı var. Torpağın verdiyi sərəncamı. Sənədlərin qaydasında da qeyd düşə bilərsiniz. Televizorlarında kimi hamısı saxlanılacaq bu evdə. Evin qiyməti çox münasib satılır. Elə bunu ağlayla nə qədər pul xərclənir çöl üzünə. Bu evlə maraqlananlar aşağı qeyd olunan nömrələrini əlaqə saxlaya bilərlər. Almağa tələsirlər.